gün Skyline Akademi təhsil sahəsində mühüm bir addım atdı. Bezmialem Vakıf Universitetinin beynəlxalq tələbə işləri üzrə rəhbəri Muhammed Salem bəy ilə keçirilən görüş zamanı Azərbaycanın təhsil şirkətinin nümayəndəsi Azər Həsənovla universitet arasında ilk əməkdaşlıq körpüsünün təməli qoyuldu. Tərəflər gələcəkdə ortaq layihələr və tələbə proqramları üzərində işləmək niyyətindədir. Bu əməkdaşlığın hər iki tərəf üçün xeyirli və uğurlu olacağına inanırıq. Munir TV olaraq bu cür təşəbbüsləri dəstəkləyir və izləməyə davam edirik. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.